Salam əziz abituriyentlər. 19 oktyabr 2025-ci il tarixində 11-ci sinif 3-cü qruplar üçün keçirilən hədəf sınağının sualları ilə tanış olaq. 31-ci sualda ana xaqanına fərqli olaraq ata xaqanlı dövründə baş vermiş hadisə bizdən istənilir. A variantında mübadələnin inkişafı nəticəsində ticarətin yaranması. Bu, Orta Tunc dövründə baş vermiş bir yenilikdir və sualımızın doğru cavabıdır. Eləcə də bu sualın mübahisəli məsələlərindən biri B variantıdır. Belə ki, metal işləmə erkən Tunc dövründə yaranmışdır. Metallurgiya isə Eneolit dövründə. Bundan dolayı sualın hər iki cavabı doğru götürülə bilər. A və B. 32-ci sual eradan əvvəl 4-cü əsr Yunanistan və Romaya aid xüsusiyyətləri seçməliyik. Makedoniya dövləti ilə mübarizə apardı. Bəli, Yunanistan eradan əvvəl 338-ci ildə Xeyronea döyüşündə Makedoniya tərəfindən Asveçə salınmışdır. Bu 4-cü əsrin ikinci yarısıdır. Araq dənizi hövzəsində ən güclü dövlətə çevrildi. Eradan əvvəl 5-ci əsrdə Yunan Əhəməni müharibələri sonrası. Romanın əyalətinə çevrildi. Eradan əvvəl 146-cı ildə. Bu isə 2-ci əsrdir. Roma maliyyə işlərinə senat nəzarət edirdi. Bəli, Ağsaqqallar Şurasının Genişlik Senatı nəzarətində idi. Bütün İtaliyanın işğalının başa çatdırılması eradan əvvəl 3-cü əsrə aiddir. Paytaxtın başqa şəhərə köçürülməsi isə bizim eranın 330-cu ilində Konstantinin fərmanı ilə həyata keçirilmişdir. 1A, 2A. Cavab B variantı. 1940-cı illərin birinci yarısı Azərbaycan üçün səciyyəvidir. Daxili gömrük rüsumu olan rəhdarın ləğvi 1836-cı il. Feodal asılının ləğvi 1870-ci il kənd əsasnaməsi. Məhkəmələrin açıq həyata keçirilməsi 1866-cı il məhkəmə islahatı. Bakı quberniyası yaradılması 1859-cu il. Ali müsəlman təbəqəsinin nümayəndələrinin bütün idarə işlərinin yekunlaşdırılması. Bu, Xəzər vilayəti bəylərinin və Qazax Şəmkədi Borçalı bəylərinin idarəçisindən uzaqlaşdırılması nəzərdə tutulur ki, bu da 1841-ci ildə həyata keçirilmişdir. Sualımızın doğru cavabı 1940-cı illərin birinci yarısına aid olan E variantıdır. Pun müharibəsinə aiddir. Bildiyimiz kimi Pun müharibəsi Roma Karfagen arasında eradan əvvəl 264-146-cı illərdə baş vermiş müharibədir. Bu müharibə 3-cü əsrin birinci yarısında başlayıb doğru cavabdır. Yunanistanı və Makedoniyanın Roman həyatına çevrilməsi bu eradan əvvəl 146-cı ildir və Pun müharibəsinə aid deyil. Roma imperiyasının qüvvələri qalib gəldi. Burada Roma imperiya dövründə deyil, Respublika dövründə idi. Araq dənizinin qərbindən nəzarət etmək uğrunda, bəli, Siciliya adası uğrunda bu mübarizə baş vermişdir. Doğru cavabımız 1 və 4A variantıdır. Xronoloji arızalığı müəyyən edin. Bu Xaqanın yeni dövlətinin yaratması 552-ci il 1-ci Göytük dövlətindən söhbət gedir. Kürşad üsyanı 639-cu ildə baş vermişdi, uğursuz olmuşdu. Avropa Hunus süqutu 470 və türk dilində ilk dəfə Quran təfsiri 10-cu əsr Qaraxanlılardan söhbət gedir. Xronoloji arıcılıqda isə 3, 1, 2, 4. Doğru cavabımız E variantı. Erkən Tunc dövründə Azərbaycanda əhalinin dini həyatına baş vermiş yeniliklər. Xüsusi ibarət evlərinin, bəli, mehrab ibarət evlərindən söhbət gedir. Doğrudur. Dəfn zamanı ölülərin yanına məşə əşyalarının qoyulmağa başlanması bu mezolit dövrünün xüsusiyyətidir. Büt qoyulurdu. Kurqan tipli qəbirlərin yaranması, həm kurqan, həm də digər 3 dəfn etmə adəti erkən Tuncda yaranır. Bunlar hansıları idi? Kurqan, eləcə də yaşayış yerinə kənarda dəfn etmə, ölü yandırma və kollekt dəfn. Cavabımız 1 və 3. Ölülərin yaşayış məskənində evlərin içərisində anasında bastırma başlaması isə Eneolit dövrünün xüsusiyyətidir. Manna dövləti və İskit tayfalarının Midiya ilə münasibətlərinin nəticələrinə aid ümumi cəhət, hökmdarın Ağsaqqallar Şurasına tabe olması, Ağsaqqallar Şurası yalnız Mannada var idi. Eləcə də hökmdar ona deyil, Ağsaqqallar Şurası hökmdara tabe idi. Albaniya dövlətini Manna və İskitlər görməyib. Parfiyaya qarşı müharibə, həmçinin heç bir dövlət Parfiyanı görməyib. Assuriya qarşı mübarizə, bəli, doğru cavabdır. Mannada Ahşerinin dövrü, İskitlərdə isə İşbakayin dövrü Assuriya ilə mübarizə aparılmışdı. İlkin şəhər mərkəzlərindən olan Oğlanqala yaşayış məskəni yerləşdiyi ərazi Naxçıvandır, bildiyimiz kimi. Naxçıvan xəritədə 2 olaraq qeyd olunub. 39-cu sual daha sonra baş vermişdir. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydasının ləğv edilməsi. Demək, bu 1840-cı ildə keçirilmiş məhkəmə islahatına aid xüsusiyyətdir. Xəzər vilayətinin ləğv edilməsi 1840-da yaranmış, 46-da ləğv edilmişdir. Quberniyaların yaranması ilə. Seçkili orqanla vahid kənd idarəsinin yaradılması 1865-ci ildə keçirilmiş, kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamədə qeyd olunmuş bu məsələ. Qafqaz canişininin yaradılması 1844.
İrəvan quberniyası isə 1849. Bizdən daha sonra soruşduğuna görə doğru cavabımız C variantıdır. Selevkilərin Atropatenaya yürüş etdiyi əsrə uyğun gəlmir. Selevkilər dövləti eradan əvvəl 223-cü ildə 3-cü Antioxun rəhbərliyi ilə Atropatenaya yürüş edib. Bu eradan əvvəl 3-cü əsrin ikinci yarısıdır. Uyğun gəlməyən dövr, baxaq görək hansıdır. Hindistanda daşdan yonulmuş darvaza bu eradan əvvəl 1-ci əsrə aiddir. Markizasiyada ilk Türk dövlətinin yaradılması bu eradan əvvəl 3-cü əsrin ikinci yarısı, konkret isə 220-ci il. Bu demək Teymur Tanrının yaratdığı böyük Hun dövlətidir, Asiya Hun dövləti. Bizə uyğun gəlməyən dövr dediyinə görə 2 uyğundur. Uyğun gəlməyən 1-dir. Çində bütün ölkə üçün vahid ölçü çəki və pul sistemi tətbiqi Senşixuan tərəfindən eradan əvvəl 221-ci ildə hakimiyyətə gəlib. Bu da 3-cü əsrin ikinci yarısıdır. Uyğun gəlir. Romada qulların öldürülməsi, qadın edilməsi bizim eranın ikinci əsridir. Bizdən uyğun gəlməyən dövr listəsinə görə 4-də götürürük. Şumer şəhər dövlətinin yaranması isə eradan əvvəl demək 4-cü, 3-cü minlikləri əhatə edir. Uyğun gəlməyən dövrlər 1, 4 və 5-də qeyd olunmuşdur. Doğru cavab E variantı. 41-ci sual. Tarixi proseslərin məntiq ardıcılığını tamamlayın. Belə bir tipli sual dim test toplusunda yer alır. Eradan əvvəl 5-ci yüzilliyin əvvəllərində Kiçik Asiyanın qərbində Yunan şəhər dövlətlərinin üsyan qaldırması, nəticədə Yunan-İran müharibələri, yəni Əhəməni müharibələrinin başlanması 5-ci əsr. 2-yə A götürərik. Demək Yunan-İran müharibəsində Əhəmənilərin məğlub olmağı, nəticədə demək sülhlə Yunanlıların qalib gəlməsi və sülh nəticəsinə əsasən Əhəməni donanmasının Egey dənizində üzməyinin qadağan edilməsi. 2A, 4C, baxaq D variantı uyğun cavabdır. Atropatena Fraspa şəhəri eradan əvvəl 36-cı ilin payızında Antonin ordusu tərəfindən mühasirəyə alındı. Bütün əhali mübarizəyə qalxaraq əsas qüvvələr gələnə də şəhəri müdafiə etdi. Özlərini şəhərin müdafiəsinə çatdıran Parfiya və Atropatena süvariləri Antoninin mühasirəsinə qarşı birgə mübarizə apardılar. Mətndə haqqında bəhs edilən döyüşün nəticəsini seçin. Bildiyimiz kimi Fraspa döyüşündə Antoni 35.000 itki verərək geri çəkilmişdir. Demək, cavablara baxsaq, burada cavabımız B variantı olar. Parfiya və Atropatena müttəfiqləri demək, Roma üzərinə qalib gəlmişlər. A variantı ona görə olmaz ki, burada imperiya yox, Respublika yazılmalı idi. Demək, Atropatena Parfiya münasibətə düşüb, bu bizim erada 20-ci ildir. Atropatena qalib gələrək Roma yenə də imperiyadır, yazılmalı deyildi. Atropatena məğlub oldu, əksinə qalib gəldi. Qaraxanlı dövlətinin səciyyəvidir. Erkən feodalizm dövründə yaranması. Erkən feodalizm bildiyimiz kimi 3-cü, 11-ci əsrlər aralığını əhatə edir. Qaraxanlı dövləti isə 840-cı ildə yaranmışdı. 1212-ci ilə qədər mövcud olmuşdu Qaraxanlı süqutuna dək. Və yaranması, bəli, 3-11-ci əsrlər aralığına düşünə görə erkən feodalizm dövründə yaranmış dövlət hesab olunur. Qırğız tayfalarının üsyanın nəticəsində süquta etməsi bu Uyğur dövlətinə aiddir. İlk paytaxtının Kaşqar olması, xeyr, Kaşqar ilk paytaxt ola bilməz. Çünki 942-ci ildə elə Satürk Buğraxan paytaxtı Kaşqara köçürmüşdü. Samani dövlətinin ərazilərini bölüşdürməsində iştirak 999-cu ildə Samani dövlətinin ərazilərini Qaraxanlı və Qəznəlilər arasında bölüşdürülmüşdür. Doğru cavab 1 və 4 variantı. Aşağıdakı cədvəldə hadisələrdən hansılarını yerini dəyişsə xronoloji ardıcıllıq düz olar. Bu tipli test tapşırıqlarını yazmazdan öncə hər bir göstərilən hadisə öz demək hansı illər aralığında yerləşdiyini müəyyənləşdirmək üçün xronoloji ardıcılığı tapmaq üçün demək illəri qeyd etmək lazımdır. Albaniyanın Sasanların Asiyaya düşməsi bizim erada 262-ci il. Albaniya xristianlıq dövlətinin elan edilməsi Urnar tərəfindən 313-cü il. Aqoin kilsə 488-ci ildə keçirilib. İkinci Vaçen taxtdan salınması 463. Amid döyüşü isə 359-cu ildə baş verib. Arıcılığa baxsaq, görərik ki, burada demək arıcılıq demək 3 və 5-in yerini dəyişsək daha düzgün olar. Belə ki, 3-cü 359 Amid döyüşü olar, 5-ci isə 488-də baş vermiş Aqoin kilsə çağırılması xronoloji arıcılığı daha düzgün olmağına səbəb olar. Cavab C variantı. 45-ci suala baxaq. Çində Xan Suası dövrünə aid deyil. İşğalların nəticəsində dünya ticarət yollarına qoşulması. Bəli, eradan əvvəl 2-ci əsr İpək yolunun salınmasına söhbət gedir. Bu Xan Suasına aiddir. Çin əhalisinin vahid xalqa çevrilməsi. Bəli, bu gün də Çin əhalisi xan adlanır. Elmi mədəniyyətin inkişafına qayğı göstərilməsi doğrudur. Məsələn, Konfutsiydən söhbət gedə bilər.
Kəndlik və qulların üsyanları, bəli, qırmızı qaşlılar və sarsaqlar üsyanları baş vermişdi. Çin ərazisinin ilk dəfə inzibati cəhətdən vilayətlərə bölünməsi Sin sülaləsi dövründə Sin Şuxani tərəfindən 36 satraplığa, daha doğrusu 36 vilayətə bölünməyi nəzərdə tutulur. 2-ci əsrə aid eradan əvvəl hadisələri müəyyən edin. Azərbaycanda qullar dövlətlərinin mövcud olması, bəli, bu dövrdə Atropatena, Albaniya dövlətləri mövcud idi. Doğrudur. Hindistanın yenidən ayrı dövlətlərə parçalanması Mario sülaləsinin süqutu ilə baş vermişdir. Eradan əvvəl 180-ci il. Cavabımız 1 və 2. Azərbaycan türk tayfalarının ilk böyük gəlişi eradan əvvəl 8-7-ci əsrlər Kimmerski Sak tayfalarıdır. Roma geniş işğalçı dövrünə qədəm qoyması Roma işğalçılığa eradan əvvəl 3-cü əsrdən bütün İtaliyanın işğalı ilə başlamışdı. Sidakka şəhərində eradan əvvəl 714-cü imzalanmış müqaviləyə aiddir. O soruşulur. Bildiyimiz kimi bu müqavilə 2-ci Sarqonun Manna böyük yürüşü sonrası Ulusun ilə onun aralığında bağlanmış müqavilə idi və bu müqaviləyə görə Manna Assuriya xəzinəsinə xərac ödəməli idi. Assuriya isə işğal olunmuş, Urartuun işğal olunmuş Manna ərazilərini azad etməli idi. Şimali Azərbaycanda daha əvvəl baş vermişdir. Quba üsyanı bildiyimiz kimi 1837-ci ildə baş verib. Kəndi qruplarının ləğv edilərək ümumiyyətlə mülkədar tabeliyəsi adlandırılması 1846-nın 6 dekabr reskriptində öz əksini tapıb. Yezavetpol quberniyası 1868-ci ildə yaradılıb. Alban katolikosluğunun ləğvi 1836, Qafqaz canişinliyi isə 1844-cü ildə yaradılmışdı. Daha əvvəl dediyinə görə bizim doğru cavabımız D variantı olar. Eyler-Venn diaqramında Mehdi Xaqan, 2-ci Ramzes və Mark Trayanın müqayisəsi işğalçı siyasəti hər üçünə aid oxşarlıq götürə bilərik. Monqol-Tibet tayfalarının tabe edilməsi Mehdi Xaqanın dövrünə aiddir. Parfiya yürüş eləyib, paytaxt Tesfon tutsa da geri qayıdan üsyanlara görə Mark Trayandır. Fələstin Finikiyanı ələ keçirən demək 2-ci Ramzesdir. Kadeş sülhünə əsasən əlində qalmışdı. Və Hitlərlə sülh müqaviləsini imzalayan yenə də 2-ci Ramzesdir, əvvəl 13-cü əsr. 1B, 2D, Y, 3E, doğrusu C, 4A, doğru cavab D variantı. 50-ci suala baxaq. Şumerlərlə şəhərlər arasında müharibələrin artması, hərbi başçıların hökmlara çevrilməsi, bəli, Ensi və ya Luqaldan söhbət gedir. Əvvəl En adlanan kahin müharibələr dövründə Ensi və ya Luqala çevrildi, hərbi başçıya çevrildi. Bu doğrudur. Qavqamya döyüşü 1931-ci ildə baş verib. Bu döyüş zamanı demək Misir deyil, demək Əhəmənilər məğlub edilib. Misirin tutulması eradan əvvəl 332-dir. Bundan daha öncəyə aiddir. Yunanistanın demokratiyanın bərpa olunması 5-ci əsr və bu dövr Afina şəhərində elm mərkəzinə çevrilməsi doğru cavabdır. Kadeş müqaviləsi eradan əvvəl 13-cü əsrdə imzalanıb və burada Cənubi Suriya deyil, Şimali Suriya heyətlərdə qalıb. Mario sülaləsinin son qoyulması eradan əvvəl 180 və Hindistanda vahid dövlətin yaranması eradan əvvəl 3-cü əsrin ikinci yarısı Aşokaya aiddir. Burada yazılmalıydı ki, vahid dövlətin parçalanması. Doğru cavab 1 və 3. Albaniya dövlətində Arşaklar sülaləsi hakimiyyət dövrünə aid deyil. Bildiyimiz kimi Arşaklar sülaləsi 1-ci əsrdən başlayaraq 510-cu ilə qədər Albaniyanı idarə etmişdi. Bu Roma imperiyasına qarşı mübarizədə iştirak etməsi, bəli, bu Amid və Dizrav döyüşləri nəzərdə tutulur 359 və 371-ci illərdə 2-ci Şapur və Urnayr müttəfiqliyin nəticəsi olaraq. Bu doğrudur. Hökümdarların öz pullarını kəsdirməyə başlaması. Albaniyada ilk pullar kəsilməyə başlayıb eradan əvvəl 3-cü əsrdə. Yerli pullar, daha doğrusu İskəndərin adından kəsilmiş pullar tələbatı ödəməli üçün yerli pullar kəsilib. Başlama eradan əvvəl 3-cü əsrə aiddir. Doğru cavabımız B. Digər variantlara baxaq. Paytaxt şəhərinin dəyişdirilməsi 5-ci əsr 2-ci Vaçe tərəfindən Bərdəyə köçürülmüşdür. Bu da doğru cavabdır. Arşaklar dövrünə düşür. Mərkəzləşmiş feodal dövləti idi 3-cü 5-ci əsrlərdə 3-cü Vaçaqan tərəfindən mərkəzləşmiş dövlətə çevrilmişdi. Daha doğrusu 1-ci Vaçaqan, Cəsur Vaçaqan. Və Haylandır Hunlarının qarşı mübarizə 462-463-cü illərdə 2-ci Vaçe tərəfindən olmuşdu. Arşaklara aid olmayan B variantıdır. Məzdəklər hərçəndən fərqli olaraq 2-ci Vaçenin başçılıq etdiyi hərəkətə aiddir. Məzdəklər 481-ci il 529-cu illərdə üsyan qaldırmışdı. 2-ci Vaçe isə 457-463-cü illərdə Sasanilərə qarşı azadlıq hərəkatı başlatmışdı. Fərqli olan xüsusiyyət demək azadlıq uğrunda mübarizə olmasıdır. Xronoloji ardıcıllıq müəyyəni Atropatena Selevkilərin dövlətinin asılından çıxması eradan əvvəl 190 Magnesiya döyüşü. Albaniya İskəndərin pullarına oxşar pulların kəsilməyə başlaması eradan əvvəl 3-cü əsr. Karra döyüşü isə eradan əvvəl 53-cü ildə baş verib. Xronoloji ardıcılığa əsasən cavabımız 2, 1 və 3 olar. Xəritədə veriləndən aid olduğu ərazini seçin. Xəritəyə baxsaq burada 1 kimi göstərilən ərazi
demək, indiki Türkiyədir, Kiçik Asiya ərazisidir. 3 Rusiyadır, 2 Hindistan, 4 isə Çin ərazisidir. Burada 5 göstərilməyib, daha doğrusu yaxşı görünmür xəritə solğun olduğu üçün. Variantlara baxsaq deyir ki, 5-ci əsrin ikinci yarısında eradan əvvəl vətəndaşların idarəetmə iştirak genişləndi. Bəlli ki, o Perikl islahatından söhbət gedir və bu Yunanistan ərazisidir. Afinadır. Eradan əvvəl 5-ci əsrin ikinci yarısı Əhəmənilər üzərində qələbə qazanması, eradan əvvəl 449-cu ildə müharibə bitdi və Aralıq dənizində ən qüdrətli dövlətə çevrilən dövlət yenə də Yunanistan oldu. Hər iki məlumatın aid olduğu ərazi Yunanistan ərazisi, bax burada xəritədə qeyd etdiyimiz ərazidir. Burada 5 rəqəmi görünmür. Yəqin ki, orada 5-i nəzərə tutulub. İmtahana gedənlər, şagirdlər daha yaxşı bilər. Şumerlərə aid olanları müəyyən edin. Tarixdə ilk yazılı qanunları bəli Şumerlər yaratmışdılar. Mərkəzi Asiyada ilk türk dövləti onlara aid idi. Memarlıqda tağ üsulu və sütunlardan istifadə bəli Şumerlərin mədəniyyətinə aid xüsusiyyəti idi. Dünya tarixinin ilk imperiyası isə Akkad imperiyası idi. Demək, Şumerlərə aid olan xüsusiyyət hesab oluna bilər. Burada əslində Şumerlərə aid xüsusiyyət kimi 4-də götürə bilərik. Dünya tarixinin ilk imperiyasını Akkadda yaradıblar. Bu sualda biraz problem var. Buna yenidən baxmaq lazımdır. Yeni qayıdarıq buna. Komendant İdarəsu dövrünə mərkəzə Dərbənd olan hərbi razıləsinə tabe deyildi. Bildiyimiz kimi 1840-cı ilə qədər Komendant İdarəsu dövrü mövcudluğu dövründə Müsəlman Əhəd rəsliyi və hərbi dairə rəsliyi var idi. Hərbi dairə rəsliyinə Bakı və Quba əraziləri daxil idi. Biz Bakı ilə Qubanı buradan silsək, yerdə qalanlar Lənkəran, Şəki, Şirvan və Qarabağ əraziləri hərbi dairə rəsliyinə deyil, Müsəlman Əhəd rəsliyinə aid olub. Uyğunluğu müəyyən edin. Misirdə çati, strateq və senat. Müharibə və sülh məsələlərini həll edirdi. Təbii ki, Romada senatdan söhbət gedir. Vəzifəyə təyin edilirdi. Bu strateqdir, xalq yığıncağı tərəfindən təyin olunurdu Yunanistanda. Ordu və donanma başçılıq edirdi yenə strateq. Məhkəmə işləri nəzarət edirdi Misirdə çati. Plebeylərin müdafiəçisi hesab edilirdi. Bu xalq tribunu idi. Burada heç birinə aid deyil. Demək, situasiyaya baxaq. İslahat kənddə mövcud olan vəziyyətin tədricən kapital istehsalına keçməli şərait yaratdı. İslahatdan sonra kənddə təbəqələşmə gücləndi. Ağır şərtlərə baxmayaraq ortabab kəndlilər öz pay torpaqlarını satın ala bildilər. Sonra da tədricən varlı kəndlərə, qolçamalara çevrildilər. Beləliklə kəndlərdə də kapitalist münasibətlər formalaşma başladı. Mətndən aydın olur ki, 1870-ci ildə keçirilmiş kəndli əsasnaməsindən söhbət gedir. 58-ci sualda islahatın neçəncə keçirdiyini qeyd edir. Burada qeyd etdik 1870. Mətndə bəhs olunan islahat hansı kəndlərə aiddir? Təbii ki, sahibkar kəndlərinə aid idi. Və 60-cı sualda tarixi bildiklərinizə əsasən bu islahatdan, Rusiyada keçirilən islahatdan, yəqin 1861 fevral ayında keçirilmiş təhkimçilik ləğvi haqqında islahatdan söhbət gedir. İki fərqli xüsusiyyəti qeyd edə bilərik ki, 1870-ci il islahatı 61-ci il Rusiyada keçirilən kəndli islahatından fərqli olaraq demək, yalnız sahibkar kəndlərinə aid idi. Çünki Rusiyada həm də dövlət kəndlərinə aid idi. Yalnız sahibkar kəndlisinə aid olması 2. Qeyd edə bilərik ki, demək, Rusiyadan fərqli olaraq Cənubi Qafqazda keçirilən islahat zamanı əhaliyə, yəni sahibkar kəndlərinə söhbət gedir, vəsait ayrılmaması. Rusiyada 49 il müddətinə demək, kəndlilərə vəsait ayrılmışdı ki, həm vəsait hesabında kəndlilər o torpağı öz mülkiyyətinə keçirə bilmişdi. Amma 1870-ci il kənd islahatı Azərbaycanda keçirilərkən Cənubi Qafqazda bizə vəsait ayrılmamışdı.